Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Salamlayıram sizi dəyərli tamaşaçılar. Xoş gördük Quranla Yaşayaq proqramında. Bugün Ramazan ayının 23-də artıq demək olar ki, Ramazan ayının son günlərini yaşayırıq və bu 23-cü gündə sizə Quran-Kərimin 23-cü cüzündən inşallah ki, gözəl 2 ayəni təqdim edəcəm. Nəyə görə 2 ayə? Çünki bir ayənin sonu digər ayənin sanki başlanğıcıdır və 2 ayə bir-birini tamamlayır. Bu ayə məhz Zumər surəsi ayə 17 və 18-ci ayələrdir. Yəni 17-ci ayənin sonu və 18-ci ayənin əvvəlindən ortasına qədər olan nöqtələrdir. Çox gözəl mətləbləri çatdırır nəzərimizə Allah Taala və bir müjdə barəsində, sevincli bir xəbər barəsində bizə burada vurğulanır. Gəlin bahəm inşallah ki, bu ayəyə nəzər yetirək, ayələrə daha doğrusu nəzər yetirək. Görək Allah Taala bizə bu ayələrdə hansı nöqtələrə çatdırmaq istəyir. Bismillahirrahmanirrahim. Fəbəşşir ibadillezine yestemi'unel qavle feyettabi'une ahsene. 17-ci ayənin sonunda Allah Taala buyurur ki, buna görə də müjdə ver mənim bəndələrimə. Müjdə ver mənim bəndələrimə, sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə. Burada müjdə barəsində danışılır. Yəni Allah Taala bəşarət verir. Deyir ki, o kəslərə bəşarət ver ki, o bəndələrə ki, sözlərə qulaq asırlar, onların ən yaxşısına tabe olan kəslərdilər. Yəni o kəslərə ki, sözlərə qulaq asırlar və o sözlərin arasından ən yaxşılarını seçirlər, ən düzgününü seçib onlara tabe olurlar. Baxın, ayədə sadə və gözəl nöqtələr vurğulanıbdır ki, biz buradan özümüz üçün dəyərli nöqtələri götürüb həyatımızda tətbiq edə bilərik ki, məqsədimiz də elə məhz budur. Birinci nöqtə budur ki, ayədə yəni müjdə verilir hansı xüsusiyyətdə olan şəxslərə, o kəslərə ki, dinləmə qabiliyyətləri var. Yəni onlar tələsik qəzavət eləmirlər. İnsanlar danışanda müxtəlif etiqadlara, müxtəlif şəxslərin inanclarına qulaq asırlar, dinləyirlər sonadək və dinlədikdən sonra da ikinci nöqtə budur ki, həmin o dinlədikləri sözlərin ən yaxşılarını seçirlər və ən yaxşılarına tabe olmağa çalışırlar. Baxın, həyatda ən gözəl xüsusiyyətlərdən, üstün xüsusiyyətlərdən biri, məsələn, möminə yaraşan xüsusiyyətlərdən biri dinləmə qabiliyyətidir. Bir çox insanların elə problemi budur ki, cəmiyyətdə bir-birlərini dinləyə bilmirlər sona qədər. İstər ailə daxilində olsun, istər ictimai mühitdə olsun, istər dostlar arasında olsun, elə istəyir ki, ancaq tez özü danışsın, öz danışdığını yeritsin, amma dinləmə qabiliyyəti çox insanlarda yoxdur. Və bizə sifariş olunur ki, dinimizdə insanları dərk etmək üçün, həmdərd olmaq üçün ən birinci növbədə özümüzdə dinləmə qabiliyyətini yetişdirək. Və bu dinləmə qabiliyyəti insanlar tərəfindən sevilməyə, insanların dərdini dərk etməyə səbəb olur və onlarla həmrəy olmağa səbəb olur. Deməli, dinləmək qabiliyyətini, gözəl şəkildə dinləmək qabiliyyətini özümüzdə əvvəlcə yetişdirməliyik. İkinci növbədə isə biz bu dinlədiyimiz sözlərin sonunda qəzavət etmədən, tələsmədən ən düzgün olanını seçməyə çalışmalıyıq, qərar verməyə çalışmalıyıq. Bəs yaxşı, belə bir sual yaranır ki, biz hardan bilək ki, ən düzgün yol hansıdır, ən düzgün olan söz hansıdır, hansını seçək? Baxın, elə Quran-Kərimin özündə, məsələ həmin surədə bir neçə ayə sonra, Zümər surəsi 23-cü ayədə Allah Taala təqribən belə bir məfhumda, mənada bir ayədə göstərir ki, ən düzgün söz məhz seçilmiş elə Quran-Kərimin ayələridir. Yəni, bütün sözlərin arasında, bütün düzgün danışıqların arasında ən düzgünü, bir-birini tamamlayan ayələri olan Quran-Kərimin sözləridir. Yəni Allah Taala sanki insanlara deyir ki, eybi yoxdur, siz başqalarını dinləyin, onlara hörmətlə yanaşın, dinləyin onları. Amma nəticə etibarilə ən yaxşısını seçin və ən yaxşısı hansıdır?
ayələri bir-birini tamamlayan Qurani Kərimdir ki, bu Qurani Kərimdə insanlara ən düzgün yol göstərilibdir. Elə Zümər surəsi 23-cü ayədə bu barədə qeyd olunubdur. Yəni bir növ Allah Teala deyir ki, kimi dinləsəz də, insanlara diqqətlə qulaq assaz da, yenə də qayıdış mənə doğrudur və ən yaxşı yol, ən yaxşı sözlər, ən yaxşı seçimlər məhz Qurani Kərimin buyruqlarıdır. Yəni yenə də nəticə etibarilə Allah Teala bizi Quranla yaşamağa dəvət edir. Və Allahın bizdən istəyi budur ki, bütün baxışlara baxaq, dinləyək, hörmətlə qulaq asaq, lakin ən sonda ən yaxşısını seçək və ən yaxşısı hansıdır? Məhz Qurani Kərimin bizə olan buyruqlarıdır ki, biz Ramazan ayının əvvəlindən təqribən gözəl nöqtələrə və ayələrə toxunuruq. Və bu ayələrin əsasında öz həyatımızda tətbiq etmək üçün yolları göstəririk. Hansı əməlləri icra edək, hansı nöqtələrə toxunaq. Düzdür, adət etmədiyimiz üçün əksər halda çətindir. Amma sadə dillə yazılan ayələri belə biz mütaliə edib həyatımızda qərar alsaq ki, Ramazan ayında bunu tətbiq edək, inanın ki, davamiyyətliliyə qəsd etsək, iradəmizi gücləndirsək, mümkün olan bir şeydir. Mümkün olmasaydı Allah bu sifarişləri bizə etməzdi. Yaxşı, bəs əməl etmək üçün hansı nöqtələri icra edək, hansı nöqtələrin üzərində çalışaq? Birinci budur ki, tez qəzavət etmək əvəzinə diqqətlə əvvəl insanların sözlərinə qulaq asaq. Dinləmək qabiliyyəti danışmaqdan daha üstün bir xüsusiyyətdir. Və dinləmək qabiliyyəti hər kəsdə yoxdur. Çalışaq bu dinləmək qabiliyyətini özümüzdə formalaşdıraq, insanların sözünü kəsmədən, onların sözlərini dinləyək və qəzavət etmədən qərara gələk sonda, sözlərinə qulaq asaq əvvəlcə. İkinci nöqtə budur ki, qərar verməzdən öncə agah və mütəxəssis şəxslərə müraciət edək, onlarla məsləhətləşək. Müxtəlif seçimləri araşdıraq, ən yaxşı həll yolunu axtarmağa çalışaq, tələsmədən, yəni kiminsə haqqına girmədən agah şəkildə başqa insanlardan məsləhət alaq. Və üçüncü nöqtə budur ki, əməl etmək üçün bu ayəyə, hətta bizimlə ixtilafı olan şəxslərlə belə, yəni ola bilər ki, bizim öz dostlarımız arasında, qohumlarımız arasında ixtilaf nəzəri olan şəxslər olsun. İxtilaf nəzəri olan şəxsləri tamamilə batil çıxartmaq, tamamilə onları sual altına aparmaq da düzgün deyil. Hətta bizimlə ixtilaf nəzəri olan şəxslərdən belə müsbət nöqtələri götürək, yəni onları dinləyək sona qədər, müsbət nöqtələri götürək və həyatımızda tətbiq etməyə çalışaq. Doğrudur ki, biz tamamilə ixtilaf nəzərimiz olan şəxsə qəbul etməyə və yaxud da onların sözlərini tam itaət etməyə məcbur deyilik. Amma ən azından hörmət əlaməti olaraq dinləmə qabiliyyətimizi o qədər inkişaf etdirək, zərfiyyətimizi, tutumumuzu o qədər artıraq ki, qıcıqlanmadan, əsəbləşmədən, qəzəblənmədən ixtilaf nəzərimiz olan şəxsləri də hörmətlə dinləməyi bacaraq. Və nəticə etibarilə həqiqətən də biz baxırıq ki, bu Peyğəmbərin xüsusiyyətləri idi və 14 məsumun xüsusiyyətləri idi ki, onlar hətta onlara nisbətdə iradə olan şəxsləri belə rahat şəkildə dinləyirdilər. Və biz müsbət nöqtələri götürüb həyatımızda tətbiq etsək, özümüz qazanmış olacaq. Lazım deyil ki, biz sırf hansısa söz xoşumuza gəlmirsə, hansısa nəzər bizim nəzərimizcə qəbul deyilsə, məhz insanları tamamilə şəxsiyyətini əzək, alçaldaq və sual altına aparaq. Bu düzgün bir yol deyil. Ayədən olan çıxarışlar məhz bunlardır və əməl etmək üçün də biz nöqtələri çatdırdıq. Çalışaq ümumiyyətlə həyatımızda insanlara baxış edən zaman müsbət nöqtələrdə görməyə çalışaq, müsbət şeyləri də öyrənməyə çalışaq insanlardan. Məhz bir çox insanlar elə müsbət nöqtələri görə bilmirlər deyə, kiminləsə xırda bir ixtilaf nəzəri olsa düşmənçiliyə çevirirlər deyə mümkün olmur onlarla söhbət eləmək və yaxud da bəzi insanlar olur ki, sırf ixtilaf nəzəri olmasın deyə kimlənsə, hansısa bir güşəyə çəkilir, ictimai həyatı yoxdur, insanlar arasında sözünü deyə bilmir, vurğulaya bilmir. Amma biz gərək müsəlman ümməti olaraq insanlarla davranışımıza
diqqət yetirək, insanların sözünü dinləməyi özümüzə adət etdirək və nəticə etibarilə ən doğru və düzgün yolu seçim etməyi bacaraq ki, bunu da Qurani-Kərim bizi öyrədir, bizə öyrədir ki, Zumar surəsi 23-cü ayədə ən yaxşı söz, ən yaxşı yol Quranın, yəni ardıcıllıqla bir-birini izah verərək olan, belə deyək ki, sintezidir və Quranın buyruqlarıdır və Quranın göstərişləridir ki, biz onlara itaat edək. Ramazan ayının bu son günlərində Allahdan diləyirəm ki, Allah sizin üçün ən yaxşı, ən xeyirli qapıları açsın və dualarınızı, ibadətlərinizi qəbul etsin. Gələn gündə görüşmək ümidi ilə sağ olun, salamat qalın, Allaha əmanət olun.